maraqlı olan bilirsən nədir? Bəzən sən özünün mənfi tərəflərini insanlara göstərmirsən ki, birdən mənim ətrafımdakılar bunu qəbul etməz və məni sevməzlər. Amma halbuki sən öz ətrafına baxsan, görərsən ki, ətrafında səni ən çox sevən insanlar məhz sənin o mənfi tərəflərini görmüş olan, onların şahidi olmuş olan insanlardır. Bu da bizə nəyi göstərir? Bizə onu göstərir ki, əslində bir insanın sevilməsi onun özünü yanlış təqdim etməsi ilə tərs mütənasib bir şeydir. Bir insanın əslində həqiqətən sevilməsi onun özünü düzgün təqdim etməsi ilə də əlaqəlidir. Ona görə də o insanlar ki, ətrafındakı insanların onları sevməsinə görə rola girirlər, özlərini olmadığı kimi göstərirlər, onlar heç bir zaman özlərini həqiqətən sevilmiş hiss edə bilmirlər və o cümlədən həyatları da istədikləri kimi huzurlu olmur. Və buradan da belə bir nəticəyə gəlirik ki, əslində insanın qorxması lazım olan şey sevilməmək deyildir. Bir çoxumuz bilirik ki, sevilməməkdən qorxuruq. Sevilməmək deyil qorxmağımız lazım olan şey. Qorxmağımız lazım olan şey olduğumuz kimi ola bilməməkdir. Əgər olduğumuz kimi ola bilsək, zaten o şəkildə biz seviləcəyik və bizim kimi olan insanlar, daxili aləm bizə yaxın olan insanlar əlbəttə ki, bizi sevəcəklər.